cədvəldə yalnız bir sual işarəsinin yerinə qoyulan hissəni yazacaq nümunə müəyyən edin. Nə sualına cavab verən isim var, nə sualına cavab verən ismin qeyri-müəyyən təsiri, qeyri-müəyyən yeri və yaxud da adlı kaldı. Bakı şəhəri, Bakı burada qeyri-müəyyən nədir? Yiyəli kalıdır. Demək, nə sualına cavab verir. Hə? İndi bunu ödədi. Yəni, mən biri bura yaza bilərəm. Gələk görək, tərkibdə təsir kallı isim varmı? Bakı şəhərində öz evini satıb. Evini sözü təsir kallı isimdir. Demək, mən biri ortaya yaza bilərəm. Sonra, bu dağ yay fəslində hamını valih edirdi. Yay burada qeyri-müəyyən yiyəli kaldı. Demək, nə sonra cavab verəcək. Biri bura yazıram. Görək, tərkibində təsiri kallı isim varmı? Burada təsiri kalı hamı sözdə, o da əvəzlik. Demək, 2 birini ödədi, birini ödəmədi. Yaza bilmərəm. Məni orta xüsusiyyət soruşur. Bizim şirkət içində işləmək üçün fəhlə axtarırdı. Şirkət adlı kaldı, nə sualına cavab verəcək? Demək, bura yaza bilərəm. Və deyir, tərkibində təsiri kallı isim var. Fəhlə də fəhləni axtarırdı. Təsiri kallı isimdir. Demək, 3-ü burada yaza bilirəm, burada yaza bilirəm. Yəni, dolayısıyla orta xüsusiyyət kimi ikisinə də yaza bilərəm. Sabah ölkə ərazisində hava yağmurlu olacaq. Yağmurlu olacaq hava. Nə? Nə sualına cavab verir? 4-ü buraya yaza bilirəm. Tərkibində təsiri kallı isim var. Görək, varmı təsiri kallı isim? Sabah ölkə ərazisində hava yağmurlu olacaq. Tərkibində təsiri kallı isim yoxdur. Demək, 4 birinə yazıldı, birinə yazıla bilmədi. Ona görə götürmürəm. Rəssam işi. Rəssam qeyri-müəyyən yiyəli kaldı. Demək, nə sualına cavab verəcək? 4-ü buraya yaza bilərəm. Daha doğrusu 5-i yaza bilərəm. Baxaq görək, deyir, tərkibində təsir kallı isim var. Rəssam işi onları təəccübləndirdi, insanları düşünməyə vadar edirdi. İnsanlar təsiri kaldı olan isimdir. Demək, 5-i burada yaza bilirəm. Yəni, dolayısıyla hər ikisinə yaza bilərəm. 1, 3, 5 C bəndi. Oldu? Hə.